Hər bir uğurun arxasında səssiz zəhmət, dəmir iradə və inam dayanır. Bugün biz gənclərə yol göstərən nümunəvi bir insan, həm Olimpiya çempionu, həm də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurovdur qonağımız. Xoş gəlmişsiniz Fərid bəy. Xoşunuz olsun, xoş gördük. Fərid bəy, hər bir çempionun öz başlanğıc xətti olur. Sizin yolunuz necə başladı? Çox sağ olun. Başlanğıcım həqiqətən də mənim ailəmdə güləşə bir sevgi var idi. Və biz uşaq olarkən həmişə atam bizi, qohumlar bizə yığışarkən öz qohumlarımızla güləşdirirdi. Güləşə həvəs buradan yaranıbdı. Gürcüstanda, Dimanis rayonunda anadan olmuşam, amma böyük başa çatmışam. Bakıda, Azərbaycanda böyük başa çatmışam. Və güləşə ilk gedişim də o məqsədlə olub ki, atam məni bir də güləşdirəndə mən o güləşlərdən qalib ayrılıb. O niyyətlə güləşə getmişəm. Paralel olaraq amma taekvondo idman növü ilə də məşğul olurdum. Sadəcə ikisindən birini seçmə qalanda mən güləşin üstündə durmuşdum. Siz ümumiyyətlə güləşçi olmaq istəmisiniz, yoxsa yəni qarşınıza məqsəd qoymuşdunuzmu ki, mən güləşçi olacağam? Xeyr, açıq söyləsəm, mənim güləşə getmək məqsədim söylədiyim kimi, atam məni güləşdirəndə mən rəqiblərimi uda bilim. O məqsədlə getmişəm. Ancaq 10 yaşında bir oğlan uşağı güləşə gedir və çempion olmaq barəsində ümumiyyətlə fikirləşmirdi. Sadəcə müəyyən vaxtlar keçəndən sonra, illər keçəndən sonra artıq heç özüm də bilmədən bu idmanı professionalcasına sevməli oldum və məşğul olmalı oldum. Ondan sonra artıq məndə çempion olmaq arzuları yarandı. Maraqlıdır. İlk məşqçi, ilk yarış, ilk qələbə hansını daha çox xatırlayırsınız, hansını daha çox beyninizdə qalıb? İlk yarışım Neftçi birinciliyi olub. Düzdür, həmin yarışda mənim çəki dərəcəmdə 3 idmançı var idi mənlə bir yerdə. Hətta növbəti günü idmançılardan biri də xəstəlik ucbatından qatılmadı yarışa və biz 2 nəfər qaldıq. Mən rəqibimi udaraq həmin yarışda çempion oldum. Düzdür, bu kiçik yeniyetmələr arasında keçirilən Neftçi birinciliyi idi. Və mənim ilk diplomum, ilk medalım həmin yarışdan oldu. Ona görə o yarış mənim yadımda hər zaman qalıbdı. Hətta 32 kiloqram çəki dərəcəsində mən o yarışı güləşirdim. Hər yarışda motivasiya sizi verən insan olubmu? Yoxsa özünüzü motivasiya verib ki, yox, mən qalib olmalıyam, mən bunda da udmalıyam? Çox maraqlı sualdır. Həqiqətən də motivasiya dediyimizdə hər bir yarışın öz motivasiyası var, düşdüyün şərait var. Eyni zamanda sənə motivasiya eləyən, stimul verən, motivasiya eləyən insanlar var. Bu insanlar təbii ki, ailə üzvlərimdir, mənim şəxsi müəllimlərimdir. Eyni zamanda mənlə bir yerdə məşq eləyən komanda yoldaşlarım idi. Və söylədiyim kimi, bu motivasiyalar hər yarışdan yarışa dəyişir. Ola bilər hansısa bir yarışda sən sadəcə çempion olmaq istəyirsən və o çempionluq sənə nə verir, səndən nə alır, onun qiymətini hələ analizini eləyə bilmirsən. Ancaq yaşa dolduqca böyüklər arasında, gənclərdə, böyüklərdə iştirak elədiyim yarışlarda mən artıq dərk eləyirdim ki, bu yarışda çempion olmaq nə deməkdir və yaxud da məğlub olmaq nə deməkdir. Və həmin yarışlarda da mənim düşdüyüm vəziyyətlər, bəlkə də belə deyərəm də, ağır vəziyyətlər bəlkə də özü mənə həmin vaxt bir motivasiya idi. Bunu da səmimi etiraf edeyim. Çünki bilirsiniz ki, əsas da bizim fərdi idman növlərində məşğul olan idmançıların mən deyərdim ki, 90%-dən əksəriyyəti sosial vəziyyəti aşağı olan ailələrdəndir. Yer gəlmiş, mənim özümə çox maraqlı olub hər zaman. Bu fərdi idman daha çətindir, yoxsa məsələn basketbol, futbol? Mən bir güləşçi olaraq mən deyə bilmərəm ki, fərdi idman komanda idman növlərindən
çətindir və yaxud da rahatdır, yüngüldür. Hər idmanın öz bir hazırlığı var, öz nəzəriyyəsi var. Hətta biz nəzərə alsaq ki, şahmat stol-üstü oyundur. Burada bir fiziki güc tələb olunmur. Onun da bir ağırlığı var. Onun da zehni gərginliyi var. Müqayisə eləyə bilmərəm. Təbii ki, amma fərdi idman növlərində komanda idman növlərindən fərqli olaraq burada tək sən özünlə mübarizə aparmalısan, ondan sonra rəqiblə mübarizə aparmalısan. Amma komanda idman növlərində bilirsiniz ki, hər pozisiyada, bu adından da göründüyü kimi komanda idman növüdür. Hər hansı bir pozisiyada komanda yoldaşlarından biri zəif çıxış eləyərsə və yaxud da hazırlığı zəif olarsa, onun performansı bütün komandaya təsir eləyir. Bəli. Amma fərdi idman növlərində söylədiyim kimi, əgər o hər pozisiyada sən özünsən, sən həm fiziki baxımdan, həm psixoloji baxımdan, həm taktiki, texniki baxımdan hər tərəfli özün hazır olmalısan. Çünki mən bir ara bu idman haqqında söhbət gedirdi. Dedilər ki, siz hansı idman növünü seçərdiniz də idmançı olmaq falan. Dedim, fərdi. Mən fərdi, doğrudan da fərdi olmaq istəyərdim. Çünki məncə o xarakterdən də asılıdır məncə. Çünki mən istəməmişəm ki, heç bir zaman mənim təqsirimdən, mənim yəni məsuliyyətsizlik deməyəlim də, amma mənim ucbatımdan da kimlərsə pis olsun, kimlərsə əziyyət çəksin ki, yəni mən bu addımı atdımsa, bu mənim addımımdır. Səhvi ilə düzünə sizin addımınızdır. Mənim addımımdır. Yəni hər vəziyyəti siz özünüz idarə edə bilirsiniz və məsuliyyətini daşıya bilirsiniz. Bəli, mən düşünürəm ki, komanda idman növlərində amma hər hansı bir söylədiyim ki, hər hansı bir vəziyyət o sizdən asılı olmaya bilər. Sizin komanda yoldaşınızdan asılı ola bilər. Tamamilə doğrudur və yenə deyirəm, o ola bilər ki, xarakterdən irəli gəlir və mən yəni kimsə də məni məyus etsin və yaxud da mən kimlərisə məyus edim. Siz danışdığınız əsas elə bir şey final mərhələsidir. Bəli. Əgərlərim, amma bunun hazırlıq mərhələsi var. Ən çətin proses də hər idman növündə hazırlıq mərhələsidir. İstər tək mübarizəli idman növləri olsun, istər komanda idman növləri olsun. Bunun biz çıxıb səhnədə və yaxud da meydançada güləşirik, futbol oynayırıq, tenis oynayırıq, hər hansı bir komandaya fərqi yoxdur. Biz öz bacarıqlarımızı göstəririk. Amma bunun ən çətin hissəsi o mərhələnin hazırlıq hissəsidir. Və istər komanda, istər fərdi idman növlərində əsas o hazırlıq dövründə, belə deyək də, siz o gərək bir-birimizi məyus eləmək, komanda yoldaşı olaraq. Ondan ötəri də mən əgər çox çalışıramsa və yaxud da mənim komanda yoldaşım az çalışırsa, onda bir vəhdət əmələ gəlmir. Bir-birini anlaya bilmirlər. Bunların hər iki variantda gərək hər iki tərəf öz bacardığı performansı qoysun ortalığa. Onda komanda ruhu formalaşır və onda hər iki tərəfində qələbə qazanmaq istəyi daha çox olur. Tamamilə doğru. Ona görə də məşqçidən çox şey asılıdır.